Zaur müəllim, bunlar hamısı bəhanələrdir. Gəlinliklə getmədim, nişanla getmədim, ceyizim olmadı. Mənim də Mən içimdə xanım bir icazə qırıqlıq verin, qalıb. xanım, bir dəqiqə icazə verin ana. Sözünüzü davam eləyərsiniz. Mən xanımın keçən dəfə də burada əyləşdiyini izləyirəm, indi də. Geyimi, dırnağı və ayaqqabısı tam kombinə olunmuş geyim tərzindədir. Il məni döyüblər, söyləyiblər. Xanım, siz doğru danışmırsınız. Doğru, sizə elə gəlir. Bir siz Zaur müəllim, insanlar doğru bildikləri və yanlış bildiklərini edirlər. Amma onlar elədikləri doğrudurmu? Onlara görə doğrudur. Xanımın çox böyük ehtimal ki, özünün gizli niyyətləri var. Sizə ünvanınıza təhqir demirəm və Niyə təhqir kimi olmasın? Lap belə deyə görək nədir? Zaur müəllim, geyim tərzi insanın xarakteridir. Bu cür vəziyyətdə olan, balalarını atıb gəlmiş, ailəsi dağılmaqda olan və siz dediyiniz kimi bir aylıq hamilə, bağışlayın ki, bu sözü mən də təkrar edirəm, o cür xanımın təəssüratı doğru deyil. O cür vəziyyətdə olan xanımın təəssüratı və Çox üzr istəyirəm. və ağlamalı. Xanım kimi normal geyinib səliqəli Yox, xanım, bir üzr istəyirəm. Çox xahiş xanım, edirəm. başa düşdünüz? Mən ona onun geyim tərzində əxlaqlı, normal geyim tərzindədir. Onun geyim tərzində əxlaqdan deyək. İcazə verin. Bu mən Gülnar xanım fikirlərinə hörmətlə yanaşıram. Mən də sizin Amma yox, doğrudur. Siz bu qədər nəzakətli olmayın. Nə düşünürsünüzsə onu amma deyin. bu mənim peşəmdir. İnsan ağzını açıb nəsə danışa bilər. Amma Yəni insan bir dənə gəlin açıq danışaq da. Yəni bu xanımın bu tərzdə olması qayğı çəkən, həsrət çəkən, ağrı çəkən adam obrazı deyil. qətiyyən. Və bu nə deməkdir? Xanımın çox gizli niyyəti var. Nə? Gizli. Özünün gələcək həyatı ilə bağlı, özünün düşüncələri ilə bağlı. Bilirsiniz, bu cür geyim tərzi seçən xanımlar qurtulmaq üçün çox məntiqli göz yaşları ilə bəhanələr gətirirlər. Çünki bütün insanlar ona inanır. Keçmişdə, baxın, məni döyüb, söyüb, indi deyir ki, mən gəlinliklə çıxmamışam. Zaur müəllim, doğru deyil. Biz xanıma hörmətlə yanaşırıq. Verilişə bunlar ümid olaraq, pənah olaraq gəlməklərinə çox hörmətlə yanaşırıq. Amma bizim psixoloqumuz dedi ki, qurban olmaqla qurban obrazı göstərmək ayrı-ayrı şeylərdir. çox sağ olun. Bəli. Ola bilər sənin dərdin var, ola bilər problemin var. Həmin vaxtı, həmin anda sən qurban deyilsən. Sən sadəcə olaraq problemlərini səsləndirirsən və qurban obrazı yaradaraq özünə diqqət cəlb eləyirsən. Amma bu o demək deyil ki, sən hal-hazırda qurbansan. Başa düşürsünüzmü? Amma bəzən o uyğunsuzluq olur. Qurban obrazı ilə qurbanın arasında bəzən psixoloqlar, mütəxəssislər intuitiv olaraq o fərqi ayıra bilirlər. İndi Elnura qurbandır yoxsa qurban obrazı? Qurban obraz yaradır. Obraz yaradır. Bəli. Zaur müəllim. Doktor, sizə Burada dırnaq ayrı məsələdir. Burada mənim nəyəsə çünki ehtiyacım yoxdur, nə də bir mənim əgər bir o məqamlara toxunsaq, niyə bu ayaqqabını geyibdi, niyə bu saçını düzümü belə eləyib? Bu məqamlara toxunanda bunlar mübahisə yaradır. Biz nədən Rafiq bəy Xanım, siz çox gözəl geyinmisiniz. Çox səliqəli geyinmisiniz. Siz necə geyinmisiniz mənim problemim deyil. Sizin geyim tərziniz informasiya verir. Baxın, icazə verin məsələdən biraz kənara çıxın. Necə geyinib gəlməli? Xanım, siz yenə də başa düşmürsünüz. Bax, ailəniz də bu gündədir. Siz məni buradan bura başa düşmürsünüz və gələndən də deyirsiniz mən şiddət görürəm. Elə düz zəng elədi, onu təsdiq elədilər ki, bu qız həqiqətən də Zaur müəllim, orada çıxılmaz Zaur müəllim, vəziyyətlərdə elə qalıbdır. məsələlər var ki, baxın Zaur müəllim, mən onu icazə verin danışım. Xahiş edirəm. Bir dəqiqə icazə verin. Amma az öncə səsləndirdiyiniz fikri heç qəbul Zaur edə müəllim, bilmirəm. mən onu təhqir eləmirəm Bəli. və ona böhtan da atmıram, amma xahiş edirəm ki, məni dinlə. O buradan bura məni dinləyə bilmir, qulaq asa bilmir və amma mənə şiddət göstərirlər, məni döyürlər, falan edirlər. Axı biz onun bu davranışı ilə dediklərinə axı inana bilmərik. Baxın Zaur müəllim, bir də xahiş elə mən bitirib daha danışmayacağam. Baxın, geyimi ilə danışdım, məni etik normalarda ittiham elədilər. Çox qəşəng geyinib. Amma baxın, toy ərəfəsində olan bir oğlan barədə də bir fikrimi bildirmək istəyirəm. Sabah böyük toylarıdır. Oğlan, üzr istəyirəm, adınızı unutdum. Salih. Çox yaraşıqlı, məntiqli, gözəl oğlandır. Amma sol biləyində saat, sağ biləyində bu cür geyinmək əlamətləri güclü mənfəət güdən insanlar xarakterizə olunur. Yəni o cür insanlar bir dəqiqə xahiş edirəm, bu mənim peşəmdir. İttiham eləyəcəyinizsə mənim peşəm səviyyəsində ittiham eləyə bilərsiniz. Xahiş edirəm, qulaq asın. Yaxşı oğlandır, amma o cür insanlarda xarakterik olaraq onlar mənfəətlərinə daha çox üstünlük verirlər. Bu psixoloji xarakteristikadır. Ola bilər o illər boyu onu ifadə etməsin. Amma ilk şərait yaranan kimi ifadə eləyəcək. Baxın, bir cümləni də təhlil eləyək. Deyir ki, 33 il mən anamdan görmədiyimi
3 ay bibimdən görmüşəm. Bu doğru ifadə deyil. Bax o ifadə həkimlər üçün, hüquqşünaslar üçün yox, psixoloqlar üçün xarakterik bir sualdır, cümlədir. Nə, məsələn? Yəni bu o deməkdir ki, 33 il ana pis ola bilər, ana savadsız, təhsilsiz, müxtəlif xəstə ola bilər. Bu anadır. Sənə yaxşılıq eləmir, səni dünyaya gətirib ən azı. Amma 3 ay tanıdığınız bir insanın sizə maddi, mənəvi, əxlaqi köməklərini ananız ona qurban verdinizsə, deməli insanlar dərhal həmin insanlar düşdüyü mühitə görə qərar qəbul edəcək bacarıqda olurlar. Onlar mənfəətə meyilli olurlar. Sabah böyün tutaq ki, Salihin anası olmayıb bildirmək istəyirəm. bəs niyə dedi 33 il mən ana anamdan görməyib? Ana görməyib. Qardaş, Ümumiyyətlə icazə görməyib verin. ana ki, onun müqayisə eləsin ki, mənim anam yaxşı baxmır. Valla yaxşı anası baxmır. dedi ki, mən Bu hərbi günləri xidmətə deyir, də ondan anam mənə getmişəm. ana əvəzi qayğı göstərib, qayğı Anası bəs görmüşəm. axı olub. O Salih ana görüb ki, Qonşu yazmayın. ziyarət başqa, ananın getməyə başqa da. Mən Gəlin belə də ekspertlərdən xahiş dəyərləndirin. edirəm. Rafiq mənim üzr Amma istəyirəm. amma onun sözlərində Rauf bəyin sözlərində çox böyük həqiqət var. Həqiqət var, amma Başqa məsələlər deyir. Yo, yo, Tamam, başqa- aydın başqa şeylər. Salih- niyə başladı ki? Onun anası ona baxmır. Salih üzərindən 1-2 ay, 1-2 ay keçsin görəcəksiniz. Psixologiyada da məhz bax burada da insan geyimi ilə, hər hansı bir detalı ilə, hərəkəti ilə, rəftarı ilə, fizioqnomikası ilə özünü biruzə verir. Onu da psixoloqlar, bəli, psixoloji portretini Rafiq göstərir. müəllimə mən Və razıyam, Rafiq bəy də məhz alqışlayıram. ondan yola çıxır ki, Tamam, qardaş, tamam. burada mən belə Hər bir şey detallar biliyorum. görürəm.